Deyirsiniz ki, Elşad oyatdı. Yəni, oyadıb neynədir? Elşad namaz qılana namaz qılma dedi. Hicab taxana hicab taxma dedi. Yəni, ola bilər, Elşad kimisə pirdən çəkindirsin. Bunu biz də deyirik onsuz. Hər hansısa müəyyən şirklərdən Elşad kimisə çəkindirə bilər. Bu problem deyil. Zaten Elşad belə başladı insanları manipulyasiya elədi. Amma nəticədə pirdən çəkindirdiyi insana nəyi öyrətdi? Namazsızlığı, oruçsuzluğu, zəkatsızlığı, dinsizliyi öyrətdi də qardaş. Allah inancı ilə insanları kifayətləndirdi. Nə kimi oyanışdan söhbət gedə bilər? Oyanış deyəndə kənardan da baxan Elşadı tanımasa, elə etirazlar edirsiniz ki, oyanış. Deyər ki, qardaş, subhanallah, yəni oyatdı da cəmaatı, gecə ibadətləri, Allah yolunda cihad, riba. Neynədir qardaş? Nə ibadət var dedi, heç birini eləməyib. Hamısı boş şeydir, hamısını sizə yükləyiblər. Ancaq belə danışır da qardaş. Müsahibələri var, deyir, qadın girdi məscidə hicabla namaz qıl, dedim, neynirsən ki, hicabı taxırsan, belə qıl. Son debatında deyir ki, Azərbaycan dilində namaz qıl və ya da Qurandan istədiyi oxu. Qardaş, elə bir din mi var? Elə heç bir şey yoxdur. Bax, etiraz edən insanlar, haradasa gedib işləyirsiniz də, belə bir iş yeri var, ora girəsən və sənə desinlər ki, gir qardaş içəri, nə ürəyin istəyir elə. Belə bir iş yeri mümkündür, qardaş. Hələ dünyəvi məsələlərdə belə hər şey bəlli bir prosedura bağlı. Gedirsə, bəlli bir reisi vardı onun. O reisdə gedirsə, əlbəttə dini məsələlər, Allah və Rasulü elə bir din qoyub Allah Azza və Cəllə bizə ki, əlbəttə bu hər bir işin ən mükəmməlidir, ən gözəlidir. Elə bir iş yoxdur ki, Allah Azza və Cəllənin qoymuş olduğu bu din və hüquqlardan daha üstün və daha mükəmməl olsun. Bəs necə inana bilirsiniz ki, siz dünyəvi işlərdə gedib işləyəndə hər hansısa bir prosedura tabe işləyirsiniz. Amma Allahın dininə gələndə kim nə istəyir eləsin. Belə şey, qardaşlar, mümkün deyil. Biraz özünüz bu məsələləri düşünün. Özünüz etirazlara cavab verəndə, etirazlar barədə düşünəndə iki nəfər görürsünüz ki, bir-biri ilə mübahisə edir dini məsələdə. Bir baxın da, yəni o digərinin çağırdığına baxın, digər. Tutaq ki, mənə etiraz edirsiniz, mən nəyə çağırıram, qardaş? 5 vaxt namaza çağırıram, adam deyir, namaz vaxtı təyin edilə bilmir. Mən namazın bəlli rükunlarından, vaciblərindən danışıram, rükətlərindən danışıram. Namaz iki rükətdə hansı dildə istəyirsən, o şəkildə qıl. Nəyin o yanlışına çağırır ki, Elşad? Elşadı dinləyənlərin 90%-i namaz qılmayan, oruç tutmayan, Allah Azza və Cəllənin əmirlərini yerinə yetirməyib, qadağanlarını yerinə yetirən insanlardır. Bu adamlar Elşada qulaq asıb nəyin o yanlışına getdilər? Birdən-birə başa düşdülər ki, içki içmək olar, qumar oynamaq olar, namaz qılmamaq olar, qadınlarla zina etmək olar. Birdən-birə oyandı ki, mən səhv edirdim, Allah məndən bunu istəyirmiş sən demə. Bir etiraz eləyəndə, baxın nəyə etiraz edirsiniz.